Özünüzü təqdim edin. Mən Nağıyev İbrahim, Hacbalaoğlu sahibkar. Ağsu rayon Ülgüz kənd sakini. Şikayətiniz nədəndir? Şikayətim Rabitə Bank ilə bağlıdır. Yəni 24-ü 12-ci ay 2014-cü ildə pul götürmüşəm. 20.000 manat. 26-cı ildə də 24.000 manat tam şəkildə ödəmişəm, qalıb-qalmayıb. Sonra deyiblər ki, güya sizin 2.000 manat yenə borcunuz var. İkinci ifadədə verirəm. Mən bildirmişdim ki, yəni bu iş işıqlanacaq, yəni mənə problem yaratmayın. Bunlar isə bu 2.000 manatı artırmaqdan əlavə yenə bunlar 6.600 manat əlavə yenə faizə faiz, yəni 6.600 manat üstünə gəlməklə eləyiblər 8.600. Yenə buna baxmayaraq arxayınçılığın nəticəsinə bir bax. Deməli 6.600-ü yönəldiblər mağazaya, mağazanı hərrac yolu ilə özəlləşdiriblər. Yəni sizin adınıza olan hansısa bir obyektə Tamamilə yönəldiblər. düzdür. Mənim mağazam. İcra probasiya idarəsi. Bəli. Vegas mağazası. Yəni Ağsuda ən tanınmış mağazadır. Özəlləşdiriblər. Güya bunların dediyindən hərracda 30.000 manata özəlləşib. Mən olmamışam, ona görə də mən dəyərini də bilə bilmərəm. Necə hərrac keçirdiblər. 8.600 də güya çıxandan sonra 21.400 manata hara yönəldiblər bilmək olmur. Özü də mənə ən qəribəsi nədir? Deməli, sahibkarın da arxasında bilirlər ki, prezidentdir də. Yəni, bu sahibkarın arxasında əgər prezidentdirsə, prezidenti də fərmanıdır ki, yəni sahibkara toxunan, dövlətə toxunmaq deməkdir. Yəni, bunlar nə dərəcədə, yəni bu bankdır, bank kimi fəaliyyət göstərsin. Yəni bu bankın da təbii haldır ki, Azərbaycan dövlətçiliyinə iqtisadiyyatdan kömək bir nöqtədir. Bunlar əksinə insanları müflisləşdirməklə prezidentə qarşı qaldırırlar. Təbii haldır ki, yəni bu gün Azərbaycanda prezidentə qarşı böyük bir hörmət var. Bu mümkün olan bir şeydir. Ancaq belə insanların mütləq qarşısını almaq lazımdır. Prezidentə də müraciət eləmişəm. Canan Əliyev cənablarından da korrupsiya idarəsinə də məlumat vermişəm. DTX-ya da məlumat. İş gedir. Çox gözəl gedir. Xoşuma da gəlir, Allah onları var eləsin. DTX işi yönəldib Milli Banka. Milli Bankdan mənə məktub gəldi ki, sizin işiniz araşdırmadadır. Tam şəkildə yoxlanılacaq. Narahat olmayın. Nə problemləri varsa hamısı üzə çıxacaq və sizə böyük kömək olunacaq. İcra probasiya şöbəsinin bu birbaşa belə deyək də qanunsuzluqdur. Sizdən xəbərsiz olaraq bu addım atsın. İcra probasiya şöbəsinin əməkdaşı kimdir və onunla bağlı hansı quruma müraciət etmişsiniz? Müdür Emindir, Mavin Rusifdir, əsas işin başında. Elə o gün o mağazanı onlar boşaltdıranda elə gördüm ki, çox böyük təntənəli işlər gedir. Dağa çıxmaq, yemək etmək, böyük deyib gülmək. Dedim, deyəsən, işiniz yaxşıdır. Dedi, hə, burada çox yaxşı bir işdir bu. Sonra mənə məsələ çatdı ki, deməli, bu Rusifin planı tamam başqadır. Burada pul mənimsəməsi var. Mən onun özünə də dedim ki, Emini uzaqlaşdırıblar, hara göndəriblər bilmirəm. Mən onunla görüşəcəkdim. Əfsuslar olsun ki, müdür Emin yoxdur, ancaq Rusif oradadır. Rusifin məlumatı var tam şəkildə ki, bu qeyri-qanuni bir işlərdir. Yəqin ki... Şikayət vermişsiniz onlardan? Bəli, şikayət eləmişəm. Korrupsiya idarəsindədir iş. Araşdırma gedir. Bir də onun açıq şəkildə hərəkətləri də Ağsurayın özünə bəllidir. Elə şeylər var ki, açıqlamaq istəmirəm. Ancaq mütləq bu işlər axırından çıxacaq. Hələ bu verdiyim intervyuların ardı olacaq. Ancaq mən xahiş eləyərdim Rabitə Bank müdüründən, bəs məni ilə görüşsün, mütləq görüşsün, Zakir müəllimlə. Bu həqiqətdir.
onun əməkdaşı hüquqşünası Tamerlanla bağlı, o hərəkətləri ilə bağlı ki, o nə dərəcədə bu işləri bu nəticəyə gətirib çıxardıb. Bir də ki, Ağsunun Rabita Bankından. Ağsunla Rabita Bankı Ağsu rayonuna gələndən sonra böyük Ağsuda bir pis nəticə yaranır. Hər 2000 manatdan ötürü, faizdən ötürü hər bir vətəndaşın obyektini əlindən almaq bu böyük bir problemə səbəb olar. Bundan ötürü yəqin ki, onlar məndən yaxşı bilər. Azərbaycanın çox gözəl qanunvericiliyi var. Bütün dünya Azərbaycandan götürür qanunvericilikləri. Ondan ötürü iqtisadi inkişaf xətti ilə pul ayırmaq olar. Ondan ötürü müflisləşmə ilə bağlı çağırıb müəyyən fikrə yönəltmək olar. Yoxsa birdən-birə sahibkarın işini dayandırmaq, tam şəkildə obyekti boşaldıb onun əlindən almaq. Yəni bu heç bir qanuna uyğun olmayan bir şeydir. Məsələn, mən bunu bugün İlham Əliyev cənablarının hörmətinə mən dünya səviyyəsinə çıxartmıram. Yəni mən bu işləri dünya səviyyəsinə də çıxarda bilərəm. Ağsuda da o şəraiti yaradan Mikail İsmayılovdur. Elə bir adam qoyub ora ki, ağsaqqal. Bina da onundur, işlər də onundur. Yəni savadı olan, həyatda hər şeyi necə lazımdır, dərk edən insanlar təyin eləmək lazımdır ki, bu vəziyyətə gətirib çıxartmasın. Elə o arendadan aldığı pul 100 minlərləndir. Siz sıravi sinifin nəyə çörəyinə dəyirsiniz ki? Sizə yaraşırmı bu boyda məbləğin içində sıravi bir siniflə hərəkət eləmək? Belə insanlar, savadsız insanların həyatda inkişafı, yəni bunu mən demirəm, bunun el ağsaqqallarımız deyir. Puldan silah kimi istifadə eləməkdir, vətəndaşa qarşı. Bax, bu silahın da nəticəsi gəlir, bax, belə bir xırda sahibkarın üstündə ağır bir vəziyyətə səbəb olur. Ona görə də bu ikinci dəfə çıxışımda yenə deyirəm, Zakir müəllimədə ünvanlayıram fikirlərimi, Rabita Bankının müdürünə, Mikail İsmailov cənablardan ünvanlayıram fikrimi. Yəni, əgər bu işə sağlam şəkildə mənə ilə görüşməsələr, orta məxrəc söhbəti gəlib ortaya çıxmasa, yəni bu iş yenə geniş rezonans doğuracaq. Artıq da xahiş edirəm, yəni bu işə vicdanlı şəkildə hərəkət eləsinlər və prezidentin əksinə hərəkət eləməsinlər. Ramiz Mehdiyev kimi adamı əgər İlham Əliyev cənabları sustura bildisə, deməli onu da onlar da susturacaq. Əfsuslar olsun ki, mənim məktublarım İlham Əliyev cənablarına çatmır. Çatsa çox gözəl olar. Düzdür, yazırlar yalandan ki, məktub çatdı, ancaq çatmır. Məsələn, DTX-ya sırazu çatdırıldı, korrupsiya idarəsinə sırazu çatdırıldı. Yəni, lazımi yerlərə çatdırıldı. Ancaq İlham Əliyev cənablarından Mehriban xanıma məktublarım mənim çatmır. O məktublar şöbəsində kimdirsə, onlara da xəbərdarlıq edirəm artıq dərəcədə. Çatmayıb yenə ünvanlayacağam. Ancaq məktubları lazımi yerə yönəldəsiniz. Bəs məni çətinlikdə qoymuyorsunuz. Sağ olun, var olun.